Salam, hörmətli kanal izləyicilərimiz, Binasima Masazır qəsəbəsində mərkəzində şəxsi tikdi, əlim yandı. Yəni bundan onun əlim yandı evi yoxdur. Niyə görə? 4 sot torpaq sahəsinin üzərində inşa olunmuş, bax belə bir gözəl bir şəxsi tikdi evimizdən mən danışıram. Bu gördüyünüz toxça da adamın üstündə hədiyyədir. Pəncərə hamısı birbaşa öz səhətinə baxır. 2 dənə kondisioner var burada. Hasardır. Hasardan bir yana bax gördük, bütün torpaq sahəsi bu evimizə aiddir. Burada da yəni də həyət üçün əlavə olaraq burada sanitar qoşu kladovkası mövcuddur. Burada hörmətli kanal izləyicilərimiz və həyətində əlavə olaraq bir dənə də kirakeş üçün də tikintisi var. Onu da göstərəcəm sizə. Düzdür, evin içini göstərə bilmədim çünki kirakeş olduğunu göstərə bilmirəm, amma belə göstərə biləcəm. Burada sol tərəfində, sağ tərəfində yəni ağac düşürəkmək üçün torpaq sahəsi mövcuddur. Hörmətli kanal izləyicilərimiz, girişdə arabası rahatlıqla həyətinə maşın, 3-4 dənə maşın daxil olur. 4 fut torpaqda, yəni az olur, genişdir. Ağac geçə bilərsiniz burada, yəni açılıb bir dənə də əkə bilərsiniz. Burada isə əlavə olaraq burada sol tərəfində isə 2 otaqlı bir dənə də evimiz var ki, kirakeş hal-hazırda orada var. Yəni onu açıb göstərəm. Buradan birbaşa darvazadır, birbaşa yola baxır. Masazı da Zeynan Marketə yaxın, Masazı AVM-ə yaxın, Tamsuta yaxın bir ərazi yerləşir. İndi isə mən sizə evimiz içində tanış edəcəm. Bax, buradan da kürsüsü var gördüyünüz kimi və evimizin giriş hissəsində 1, 2, 3, 4, 5, 6, 7 daş kürsüdə hörmətli kanal izləyicilərimiz. Evimizin burada sol tərəfində qardırob yeridir. Burada kombis işləh vəziyyətdədir. Bura evimizin giriş hissəsi. Bax, buradan bir daha görsədim. Bu evimizin giriş qapısıdır. Buradan sağ tərəfinə evin otaqlarına keçir. Burası evimizin qardırob hissəsidir. Müəllim evi satır təcil olaraq. Müəllim evi neçəyə satırsan? 90 nə deyirəm? Mənə 85 deyirəm, 90 deyirsən. Dəqiqləşdir, gör neçəyə satırsan evi. 85 minə. Bax, görürsən 5 dəqiqəsində 5 min qalxdı. Evimiz demək olar ki, harasa bir 130-140 kvadrat evimizin təmizçidir. Amma çöldən çöl çoxdur. Həddən artıq demək olar ki, harasa bir 180-200 kvadratdır. Solda mətbəxdir. Bura belə bir geniş bir qonaq otağıdır. Bir otağımız, yataq otağımız, ikinci yataq otağımız. Evimiz qismən əşya satılır. Birinci növbədə evimizin mətbəxi ilə mən tanış edim. Həyətində də bir daha xatırladım ki, əlavə olaraq bir dənə də 2 otaqlı evimiz var ki, kirakeş hal-hazırda orada var. Evimiz qismən əşya satılır. Sanitar qovşağıdır. Qoşa daşla inşa olunur hörmətli kanal izləyicilərimiz. Sol tərəfdə evimizin bir yataq otağıdır. Otaqlar da maşallah genişdir. Remontlu yaxşıdır, səhri-qayradır. Evimizin hər hansı bir problemi yoxdur, çatır falan bir şey yoxdur. Düzündə istərsəməz alan insan da özü üçün istəyə görə aboylarına, zatlarına əl gəzdirəcək. Mən sizə evimizin qonaq otağını görsədim. Otağımız, yataq otağımı çəkdim. Burada isə ikinci yataq otağıdır. Bax, belə bir gözəl bir yataq otağı da burada var. Bir də xatırladım, evimiz qismən əşya satdırır. Burada da kondisioner var. Qonaq otağında kondisioner, pəncərələ birbaşa öz həyətinə baxıb. Ətraflı məlumat üçün zəng vura bilərsiniz. Kanalımıza abunə olmayı, video bəyənməyi unutmayın.